İtirilmiş İsmət. Cənab Hani, səndən hiylə işlədəcəyini gözləmirdim. İndi yavaş-yavaş başa düşürük ki, köhnə xəstəliyiniz elə hiylə olub. Bu isə müsəlmanlara arxadan zərbə indirmək deməkdir. Siz ki, Kufənin sayılıb seçilən böyüklərindən birisiniz. Şəhərinizin halına acımırsınız. İstəyirsiniz ki, Kufədə həmişə çaxnaşma və döyüş olsun? Hələ Kufənin mərhum Muaviyə dövründəki aldığı yaralara məlhəm qoyulmayıb. Bəs niyə görə yenə fitnə fəsad törətməyə çalışırsınız? Özü də elə bir fitnə ki, Allah bilir hansı bəlalar gətirib evlər yıxacaq. Tövbə elə mənim qardaşım. Allahdan qorx. Sabah qiyamətin günündə bu tökülən qanların cavabını verməli olacaqsan. Allah qan tökmək istəyənlərə lənət eləsin. Amin. Amin. Amin ya Ərhəmər Rahimin. Biz hökuməti qəsb eləmişik. Bizik müşrik. Siz Yezidin valisisiz. Yezid isə hökuməti qəsb edib. O nə qədər ki dilində müsəlman olduğunu etiraf edir. Şəxsən mən onun müşrik olduğuna şəhadət vermərəm. Yenə də Allah atına rəhmət eləsin ki, xəlifənin müşrikliyi məsələsində ehtiyatla davranırsan. Sənin bəzi dostların xəlifənin mürtəd olması haqqında fitva da veriblər. Hüseyn İbn Əlini Kufəyə dəvət eləməyinlə xəlifəyə olan beyətini pozduğunu qəbul edirsənmi? Bəli. Hüseynə yazılmış dəvət məktubunu mən möhürləmişəm. Eşitdiniz? Eşitdiniz? Eşitdiniz müsəlmanlar? Bu iş müsəlmanların xəlifəsinə açıq-aşkar düşmən çıxmaq. Tezliklə baş tutacaq döyüş alovlarını qızışdırmaq deməkdir. Elə bir döyüş ki, qardaş qardaşa düşmən olacaq. Müsəlmansa müsəlmanın qanını tökəcək. Məyər bu təzə adətdir? Bundan qabaq da müsəlman müsəlmana qarşı vuruşub. Onun səbəbkarı kim idi? Bu sizin rəhbəriniz Əlinin işiydi. Cəməl döyüşünü Əli başladı. Çox təəccüblüdür. İbn Ziyadın çox tədbirli və siyasətçil adam olduğunu eşitmişdim. Bu məntiq bədəvi ərəblər, cahil ərəblər üçün də hətta çox gülməlidir. Müsəlmanların beyət etdiyi xəlifəyə qarşı çıxıb beyəti sındırmaq, Ümmül Möminin Ayşə və Muaviyyənin dəb saldıqları bir bidətdir. Siz ki, bugün bizim etirazımızı nöqsan sayırsınız, bəs nəyə görə öz böyüklərinizi danlamırsınız? Sənə belə bir sübut gətirmək yaraşmaz. Məni belə vəziyyətimdə çağırmısan ki, məntiqsiz mübahisə eləyəsən? Mənim səni çağırmağımın səbəbi odur ki, bizə qarşı xainsən. Mən sizinlə dostluq, qardaşlıq əhdi peymanı bağlamamışam. Mən sizə qarşı düşmən olmuşam. Sizə qarşı düşmən olmaq, məyər sizə xəyanət eləməkdir. Xəyanət elədin Hani, xəyanət elədin. Düşmən kişi kimi meydana gələr. Meydan adam olsaydın, kişi kimi vuruşardın, gizlincə yox. Mən meydan adamı olmasaydım, burada olmazdım. İbn Əqilə nə üçün gizlicə pənah verdin? Onunla əlbir olub məni öldürmək istəyən sən deyilsən. Üstəlik öz evində. Özdə xəstə olduğum bir vaxtda sənin görüşünə gəlib, qonağın olduğum halda. Sən mənim görüşümə gəlmişdin. Səni öldürməyimizə heç nə mane ola bilməzdi. Bir halda ki, sağsam və sənə heç nə olmayıb, deməli ortada xəyanət də yoxdur. Sən Müslim İbn Əqilə sığınacaq vermisən, ya verməmsən? Sən mənim qonağım olduğun kimi, İbn Əqil də mənim qonağım idi. Maraqlıdır.
Daha sənin düşmənçiliyindən heç bir qorxum yoxdur. Haninin hörmət izzəti artıq itdi. Abır həyası getdi. Yalanı əl atan düşmənin fatihəsi oxunmuşdu. Məqəl, Bəli, ya əmir. gəl. Gəl Hani İbn Ürvəyə yalancı olduğunu sübut elə. Ya əmir. Burada yox, Məqəl. Gərək qabağa gedəsən. İtaət. Ola bilər bu qoca kişinin gözləri zəifləyib, səni görməyə bilər. Elədi. İrəli get. Get. Baş üstə. Mənəm cənab Hani. Həmin qoca mücahid. 3000 şam dinarı yadına gəlir. Tanıdın? İnnə lillah və innə ileyhi raciun. Birinci yalanın keçmədi. Onu özün çağırtdırdın və cəzanı da müəyyənləşdirdin. Bu yalancı qocanın cəzası ölümdür. Amma mən səni öldürmürəm. Bir şərtlə ki, İbn Əqilin harı getdiyini etiraf edəsən. Bu cür məharətli casusların olduğu halda mənim etirafıma ehtiyac yoxdur ki. Hani, nadanlıq eləmə. İbn Əqil mənim yanıma gəldi. Onu öz evimdən qovmağı mən kişilikdən bilmədim. O mənim qonağım idi. Nə qədər ki qonağım idi, onu qorumaq mənim borcum idi. Səndən soruşuram, İbn Əqil hara gedib? Bilmirəm. Bu nə səs-küydü? Sarayı muhasirəyə alıblar. Kapıları bağlayın. Məzhəcilər qiyam eləyiblər. Sarayın bütün mühafizəçiləri hazır olsunlar. Məzhəcilər qiyam eləyiblər. Eşidirsiniz? Eşidirsiniz dostlar? Sözsüz ki bunlar sənin tayfanda Hani. Səs-küy salmağın, qiyamın, döyüşməyin ki buynuz olmur. Buyurun. Bu da aşkar nümunəsi. Xəlifənin valisi bir tayfanın başçısını çağırıb ki, məsələn ona desin, mübarək gözü üstə qaşın var. Onun tayfası səs-küy qaldırıb, hücum çəkib, qiyam eləyirlər. Niyə? Birdən Allah eləməmiş, hörmətli başçılarına sən deyə xitab olunlar. Əcəb, körə yitirən alçaqlar. Əmir! Əmir! Başına fəda olum, əmir! Məzhəcilər əllərində çomaq dəyənəklə rəcəz oxuyub deyirlər ki, elə eləyərik, belə eləyərik! Şuluq salma həris. Demədin? İbn Həris, istəyirəm məzhəçilərdən eşitdiklərinin hamısını cənabların diqqətinə çatdırasan ki, kimlə tərəf olduğumuzu bilək. De. Deyəsən Haninin başından bir tük əskiy olsa, saraya od vuracaqlar. Belə bir vəzindən şeir oxuyub deyirlər ki, Hani, Hani, olmayasan fani, başının hər bir tükü dəyər bir canə, İbn Ziyad, bənzərin var şeytanə, qanına bulaşasan ey İbn Yalnız Mərcanə. çomaq dəyənəkləri var, yoxsa qılıncla bağlayıblar. Başına dönüm əmir, mən qılınc görmədim. Yəqin qılınclarını əbalarının altında gizlədiblər. Sən qohum əqrəbanla nə sözləşmisən, Hani? Heç bir sözləşməmiz olmayıb İbn Həris. Məzhəcilərin bu addımı təbii bir haldır. Gec ya tez bütün küfəlilərə də sirayət etməlidir. Deməli mənim
Sizin bütün zəhmətləriniz hamısı bir tərəfə. Hani belə fikirləşir ki, biz oyuncağıq, elədir? Kərənliyir əmir. Bu səs-küy bir sürü qarğa qırıltısıdır. Bircə daşla hamısı pərən-pərən olar. Səncə bu səs-küy bir sürü qarğa qırıltısıdır? Mən söz məsəli dedim əmir. Qarğa qırıltısı yox, it ürüşməsidir. Şimir düzmü deyir? Şimir bilmir nə danışır əmir. Məsəcilər nə qarğadılar, nə də it. Onlar şücaətli və döyüşkündülər. Hani bu səs-küy boş şeydir. Müslim İbn Əqilin harda olduğunu deməyincə azad olan deyilsən. Hardadır? Eşitmədin? Niyə eşitdim? Bu suala biraz əvvəl cavab verdim. Deməli, bilmirsən. Xeyr, bilmirəm. Yalancı! Məqəl, Bəli, ya əmir. tez Qazi Şüreyi çağır, bu məzhəçiləri sakitləşdirsin. Get, Baş üstə. Şimir, Bəli əmir. Sərvan, Bəli. tez Nüxeylə gedin və adamlarınızla Küfəyə qayıdın. Olur Gedin, əmir. gedin, gedin. Eşitmişdim ki, Küfənin bəzi möhtərəm ağsaqqalları qəbilə başçılarıdır. Həmin şəxslər onlar heyvan kimidirlər ayəsinin bariz nümunəsidir. Şuarları da əvvəl çörək, sonra imandır. Onlara moizə etməyin də artıq heç bir faydası yoxdur. Hər halda bu Allah Taala'nın hökmüdür. Yaxşılığa dəvət eləyib pislikdən çəkindirərlər. Bəlkə mənim sözüm bir ox olub hədəfə dəyə. O əllər ki, bugün haninin alnına dəyib, qaşını partlatdı, bu vəfasızlıq və əhdi pozmağa dəlalət edən bir neştər idi. Saqqalıma süzülmüş bu qanım, sanki bədəndən alınan qana bənziyir, ruhu təmizləyir, gözümün nurunu artırır, ruhumu saflaşdırıb bədənimə şəfa verir. Allaha and olsun ki, indi çox yüngülləşdim. Bu dəyərsiz canımı Peyğəmbər balasının qədəmlərinə fəda etməyə hazıram. Mərifət əldə etməyin yolu buz kimi sərin su qədəhini başa çəkmək qədər asandır. Bir şərtlə ki, susuz olub, onu istəyəsən. Siz ya ərəbsiz, ya müsəlmansız, ya da müsəlman ərəbsiz. Qonağa hörmətsizlik göstərib zülm eləmək ərəbin şərafətindən, müsəlmanlıq adəti və kişilik ayinindən uzaqdır. Bunu mən İbn Əqildən öyrənmişəm. Onu belə ucuz ələ gətirmək olmaz. Şərəfinizi çörəyə satmayın ki, Allaha and olsun uduzarsız. Ərəblər elə ki, kiminsə alçaq və ləyaqətsiz olduğunu göstərmək istəyir, onu anasının adı ilə çağırarlar. Bugün İbn Ziyadın kim olduğunu cəmaatdan soruşsaz, bəlkə də kimsə onu tanımaya. Amma Küfənin uşaqlarından da soruşsaz ki, Mərcanənin oğlu kimdir, dərhal bu kişinin nişanəsini söyləyəcəklər. İbn Həris, bu kişini dərhal zindana sal, istəyirəm ki, əlimdə olsun yeri. Bu o şeytandır ki, siz namazda onu iqtida edirsiniz. Keçicilər, Bu kişi o adamdır ki, Peyğəmbər libası geyib. Bu kişi o şəxsdir ki, Peyğəmbər balalarını həbs eləyib, zindana atır.
Bu təhqirin yeganə cəzası yalnız bu kişinin qanıdır. Bilirsən, cənab Şürey, siz bu böyüklükdə Kufənin baş qazısısınız. Zarafat deyil. Bu elə neymətdir ki, Allah Taala onu özünün ən yaxın bəndələrinə əta eləyir. Bu əzəmət, bu müqəddəslik zöhd və təqvanızın nəticəsidir. Allah and olsun, mən dəfələrlə gənc xəlifənin öz dilindən eşitmişəm ki, buyurur, Kufə yalnız bir nəfərin sayəsində bizim üçün əzizdir. O bir nəfər də Şüreyh qazidir ki, paklığı, təqvası, ədaləti zamanəmizin tapıntısıdır. Yaxşısını Allah bilir. Bu məzmunda sözləri mərhum xəlifədən də çox eşitmişəm. Cənab Şüreyh, siz özünüz şahidsiniz, vəhy ayələrindən bir nümunəsiz. Acib bir əməldə bu qədər şək eləmək olmaz. Bu qədər istixarənizin nə lüzumu var? Bu mübahisədə şübhə var, müsəlman. Allahın dərgahında həll olunmur. Mən neçə dəfə istixarə elədim, hamısı da pis gəldi. Bu mübahisə bəyənilməz bir işdir. Ədalət yolundan çıxıb cəhənnəmin dibinə düşmək deməkdir. Odlu gürz deməkdir. Sirat körpüsü bir tükdən də incədir. Mən yazıq, sənələyağım, nursuz gözümlə orada neyniyərəm? Məyər neyləmirsən ki? Demirik ki, Allah eləməmiş ədalət yolundan çıxasan və ya düz yolundan fitva verəsən. Zəhmət çəkib, bura gəlmişsən. Gəl bizimlə beyətlərini pozmaqlarını yəqin elədiyin bu qiyamcı cəmaat arasında vasitəçi ol. Mən bu fitnəni aradan qaldırmaq üçün fitva istəmirəm. Günahları bəlli, hökümləri də məlumdur. Heç birinə də rəhm etməyə bilərəm. Amma mən xəlifənin nümayəndəsiyəm. Qan tökmək fikrində deyiləm. Cənab Şürey, bilirəm ki, sənin sözünü qəbul eləyərlər. Bilirəm ki, sən də qan tökülməsini istəmirsən. Ağlama. Moizə ilə bir xütbə oxu ki, bəlkə bu cəmaat müsəlmanların darul xilafətinin mühasirəsindən əl çəkə və əmir əl-mömininin bu nümayəndəsini qılınca əl atmağa məcbur eləməyələr. Bu cəmaat öz qəbilə başçılarına görə qiyam eləyiblər. Qorxurlar ki, sən hanını öldürərsən. Hanını bırax, çaxnaşmada qurtarsın. Nə eləyim? Qulaqların ağır eşidir, ey Allahın kiçik bəndəsi. Bəli, ey Allahın böyük bəndəsi, bəli. Sübut zəif olanda, bəli. Qulaqlarım ağır eşidir. Biz qulaqlarımızı elə öyrətmişik ki, ağılsız sözlər eşitməsinlər. Mən siz dəyərli alimdən istədim ki, şəriət hökmünə əsasən mənim boynumdan bir yük götürəsiz ki, özü də çox ağır yükdür. Kömək eləmək istəmirsən, buyur get. Bu yükü özüm mənzil başına çatdıraram. Elə isə mən möcüzə yarada bilmərəm. Cənab Şürey, sən xəlifəyə beyyət eləmsən. Bu məsələdə özünü kənara çəkmək, beyyəti sındırmaq deməkdir. Elə iş görmə ki, xəlifənin qəzəbi tuta. Əstəxfirullah. Bəs Allahın qəzəbinə tuş gəlsəm necə? Səninlə xəlifə mənə kömək eləyəcəksin? Hara? Hələ mənim sözlərim başa çatmayıb. Mən təkcə Hüseyin İbn Əlinin qiyamını yatırmaq üçün Kufəyə gəlməmişəm. Mən Kufəyə ona görə gəlmişəm ki, gənc xəlifəyə qarşı çıxanların başını bədəndən ayırım. İstər bu müxaliflər Hani İbn Ürvə kimi şeyxlər olsun, istərsə də cənabınız kimi şeyxlər.
Ay Allahın bəndəsi, əmirsən, sən tədbir görəndəsən. Əgər mənim kimilər hökumətin müşküllərini həll edən idirsə, onda xəlifə niyə səni Kufəyə göndərirdi? Məhsəslərin qiyam eləməsinin səbəbkarı sənsən, tədbiri də özün gör. Tədbir görərəm. Məzhəcilərin müşkülünü mən həll eləyərəm. Bir şərtlə ki, sənin kimilər də öz köməyini bizdən əsirgəməsinlər. Sən ayə və hədislərlə onları dağıda bilərsən. Sən hani ilə neynəmək istəyirsən? Niyə soruşursan? Məhsəçilər iddia edirlər ki, sən onu öldürmək üçün saraya çağırmısan. Mən axı onlara indi nə cavab verim, hə? Müslim İbn Əqilin fitnəsiyyatına qədər hani gərək bir qədər bizim nəzarətimiz altında saxlanılar şeyx. Hanını buraxsam, müxaliflərin qarşısını ala bilmərik. Sabahdan əllərinə çomaq dəynək alıb üstümüzə qalxacaqlar. Hani mənim qonağımdır. Yeri amandadır. Əlbəttə istəsələr buraxaram. İndisə siz gedin və öz dəyərli sözlərinizlə möcüzə yaradın. Pəlvərdiyara, sən özün şahidsən ki, mən bu kişinin sözü ilə belə təhlükəli meydana addım atıram. Bu qulağın günahı yoxdur əgər bu cavan öz sözünə əməl eləməsə. Allah amanında cənab Şürey. Allah amanında. Şeytan məkrindən Allaha pənah aparıram. İlahi, sən müşkülləri həll eləyən, bizə rəhm elə. Bu cemaatla dil tapmaq, Əzrailə can verməkdən çətindir. Yolu açın tez. Sənə fəda olum, əmir. İbn Əqil qiyam eləyib. Nə eləyib? Qiyam. Deməli, bu məzhəçilərin səsküyü deyil? Xeyr, sənə fəda olum. Məzhəcilər Şureyh qazının moizəsi ilə hələlik sakitləşdilər. Bu Müslimin tərəfdarlarının səsküyüdür ki, deyəsən hanini müdafiə eləməyə qalxıblar. Qabaqlarındakı da Müslimin özüdür. Deməli, Müslim İbn Əqil açıq-aşkar meydana çıxıb. Əcəb səhv buraxdı. Neçə nəfərdilər? Səhradakı qumların sayı qədər. Mən ki onları saymamışam, əmir. Ondan bundan eşitdiyimə görə 4000 nəfərdilər. Başçıları da Müslim İbni Övsəcə, Əbu Səmmamə Saidi və Abbas İbni Cədəlidir.
Yəqin ki, Süleyman İbni Sürət və Muxtar Səqəfi də dəstənin arxa hissəsinə başçılıq eləyirlər. Ola bilər əmir. Mənim eşitdiyimə və gördüyümə görə bizi mühasirə eləyənlərin sayı hal-hazırda 4000 cəngavərdən ibarətdir. 4000 cəngavər? Eşidirsin dostlar? 4000 nəfər. Hərrəsi bircə dəfə tüpürsə, Darülxilafəti sel aparar. Bu sarayda siyasət işlətməyə əvəzinə sizin axmaqlığınıza görə ürəyim ağrıyır. Buyur cənab Şimir. Bu qədər səsküyü siz bir dəstə qarğa qılısına bənzədir, bircə daş atmalı hamısını dağıdacağınızı bildirirdiniz. Sənə fəda olum, mənim sözüm var. Kəs səsini alçaq. Yenə də sözlərinlə məni arxaynlaşdırmaq istəyib deyirsən ki, narahat olma əmir. Arxayn ol, Müslim İbni Əqilin sənlə üzləşməyə cürəti çatmaz. Biz elə bir əmirin arxasındayıq ki, çətin sınaq meydanlarına zəfərlə dönüb, İran Xurasanlı Fatihi bir dəstə əliyalının hayküyündən qorxub geri çəkilməz əmir. İnsafla danış Şimir. Bu bir dəstə əliyalın adamın səsküyü deyil. Ən azı 4000'lik ordunun oxuduğu rəcəzdir. Qulaq as. İbn Həris, bu səsküy dəyərsiz bir təbil səsidir. Allahu Əkbər. Bəs bu qədər adamı səncə kim doğub? Mənim nənəm? Görmədin ki, Küfənin hər bir küçəsində cəngavərlər dolaşır? Bu cəmaat Şamdan Küfəyə yetişəcək qoşunun müqabilində demək olar ki, heç nədir. Əmrin göstərişiyle tezliklə 12.000 Şamlı Küfəyə bura gələcək. Mən bilmirəm, siz nədən qorxursunuz? Hanı Şam ordusu ki, Küfəyə yetişsin? Ya əmir. Mən təklif eləyirəm ki, siz bu sarayın gizli yolu ilə Küfədən çıxıb özünüzü tez bir zamanda Şam qoşununa yetirəsiz. Biz isə bu cəmaatın başını qatmaq üçün burada qalaq. Yəni mən qaçım? Bir dəfəlik ki, yox. Həqiqətdə siz bir fənn işlədirsiniz ki, arxadan hücuma keçəsiz. Yəbnə Həris, mən bu çaxnaşmalı şəhərə gözü qulağı bağlı gəlməmişəm. Bilirdim ki, olduqca təhlükəli bir cəmaatla üzə gələcəyəm. Yəbnə Şəz, Qulluğunuzdayım ya əmir. dərhal kömək bayrağını qaldırıb, tabiçiliyində olan adamlarla bütün şəhəri dolan və Şam qoşununun əzəmətindən danış. Baş üstə əmir. Bir də Beytülmaldan verilən qızılın kəsilməsindən. Bu söz-söhbətlə onların başlarına o qədər qat ki, Şam qoşunu gəlib çatsın. Yəbnə Şəhab, Bəli əmir, eşidirəm sizi. sən də öz adamlarınla Ələvilərin qaldığı yerlərə hücum elə və bacardığın qədər onları orada qorxur. Biraz səbirli olun əmir. Sən Şozəb, sehir, cadu, xurafat işləri üçün gəlmisənsə, bu dul qadınların məşğuliyyətidir. Mən artıq bu bəlaları özümə dərd eləyə bilmərəm, get. Canım fəda. Əmirin tədbir və siyasətinə zərrə qədər də şübhəm yoxdur. Amma hələ də bu nigarançılığın və tələskən əmirlərin mənasını anlaya bilmirəm. Özü də sizin kimi tədbirli və siyasətçi adamdan. Bəsdir, Şozəb. Qulaq as, eşitdiyin bu hayküy ən azı 4000 cəngavərin səsidir ki, Əməvi xəlifələrlə meyyid namazı qılmağa gəliblər. Yaxşı olar ki, sən gedib, öz xəzinən barədə fikirləşəsən ki, olan olmasına məhvə uğrayan dövlət üçün halva alıb ehsanat verəsən. Küfənin söz-söhbətini mənim öhdəmə burax, əmir.
bir göz qırpımında hamının səs-küyünü yatırım. Əcəb. Məsələn, nə eləmək istəyirsən? Müğeyrə Küfə ilə Bəsrənin beyyətini müaviyə üçün 30.000 dirhəmə aldı. Mən isə çox az məbləğlə Küfə müşkülünü həll edə bilərəm. Təəccüblüdür. Səninki belə bir möcüzə göstərmək hünərin var. Bəs necə bu vaxta dək göstərməmişsən, ha? Gözlədin ki, təhlükə saray qapılarının arxasına gəlib çatsın? Yenə də nə hilə kələk nəzərdə tutmuşsan, cənab xəzinədar. Sənə inanmağımı istəyirsən? Özün bilərsən, əmir. İnanmıram ki, bu vaxta qədər əmirin hakimiyyətini zəiflədəcək bir iş görmüş olam. Nə eləmişəmsə, hamısı əmirin belə təhlükəli məqamda güclənməsi üçün müqəddimə olub. Mən yenə də bunu görməyə hazıram. Mən 1000 ildə girən bu cəmaatı özlərindən də yaxşı tanıyıram. Çox yaxşı tanıyıram. Bu səsküy bizim dövlətimizin süqutuna gətirib çıxara bilər. Əgər bu səsküyü sevgiyə çevirə bilərsənsə, bismillah. Sözsüz ki, sənin bu möcüzənin əvəzini mütləq çıxaram. De görüm, nə eləmək istəyirsən? Tez bir zamanda sarayı müasiri alanlar arasında güman etdiyiniz tayfa başçılarını öz hüzurunuza çağırın. Qoy sarayın eyvanına çıxıb öz adamları ilə danışsınlar. Biz onları alarıq, onlar da öz adamlarını. Əgər Küfəlilər bilsə ki, Küfə xəzinəsinin ağzı açılıb və sizin kisə-kisə dinar, dirhəm paylamaq fikriniz var, əmin olun ki, İbn Əqilə qoşulduqlarına peşman olub mühasirədən çəkiləcəklər. Elə bu? Yoxlaya bilərsiniz. Çox yaxşı. Olsun. Olsun, bunu da yoxlayaq. Görək nə edirsən. Get. Get. Çox yaxşı. Buyurun. Allah amanında. Bəli. Buyurun. Bilmək olmur kim udacaq, kim uduzacaq, əmir kimdir, rəiyyət kim, güclü hansıdır, zəif hansı. Bilmək olur? Olmur. Yenə də bilmirəm deyirsən hə bu cər. İşte əgər İbn-i Əqil qalib gəlsə, Allah bilir bizi nə gözləyir. Bədniyabət danışma ay bəxti qara. Qızıl ye, qızıl. Hər dərdə dərmandır, qızıl ye. Qızıl ye. Növbəti əmri nədir, ay seyirkar? Allah and olsun ki, mən sizi aldatmağa və ya kiməsə qarşı bədgüman eləməyə gəlməmişdim. Sizin üçün darıxdığıma görə gəlmişdim. Gəldim ki, ölümünüzə mane olam. Ölümümə mane olasan? Bəli, cənab xəzinədar. Məyər qərardır mən öləm? Qərarda sizi öldürsünlər. Kim? Nə vaxt? Niyə? Küfə cəmaatının dilində gəzən söz-söhbətə görə Küfə əmri tezliklə xanımınızın təhkimliyindən xəbərdar olacaq. Sonra isə bu xəyanətinizə görə sizi şəhid eləyəcək. Allah səni öldürməsin, qadın. Yaman qorxutdun məni. Mən inanmıram ki, cəmaatın söz-söhbəti əmirin ətrafındakılara olan münasibətini dəyişsin. O, Küfəyə gəlməzdən qabaq, hamımızın kim olduğunu əzbərdən bilirdi. O, mənlə Mariyanın kim olduğunu və nə fikirləşdiyimizi çox yaxşı bilirdi. Amma sənlə Mariyanın onun üçün nə yuxu gördüyünüzü yəqin ki, bilmir. Nə yuxu görmüşük? Jozef, sənə və eşqinə inanmadığım üçün məni qınama. Aşiq məşuqundan sir gizlətməz.
Sənə ancaq o Məsihi qadın yaraşır. Allah ikinizi də qoşa qarıtsın. Sən istəyirsən ki, mən car çəkib deyim Kufə əmirinin xəzinədarı necə axmaq olub və hansı axmaqlığı eləyib? Umeyra, mənim işim palçığa batmış ulağa bənziyir. Mənim gizlətməyim sənə etimadsızlığımdan irəli gəlmir. Bu xəzinənin daş divarı siçanla doludur. Sən ki, mənim sirrlərimi bilirsən, bəs dilimdən eşitməyə niyə israr eləyirsən? Mən israr eləmirəm. Kimdənsə bir söz eşitmisən? Yox, Bəs onda hardan bildin ki, mən sir gizlədirəm? gözlərindən oxudum Şozəb. Axı bu kör olmuş gözlərdə nə yazılıb Humeyra? Şşş! Cənab xəzinədar, divarda siçan var, siçanın da qulağı var. Başının bədənində qalmağını istəyirsənsə, Kufə əmirinin yanına get və arvadın Mariyanın xətasını etiraf et. Arxayın ol, əgər əmir ona vəfalı olduğunu, hətta öz arvadının da səhvini bağışlamadığını eşitsə, sağ qalmaq ehtimalı neçə yüz bərabər arta bilər. Bundan sonra isə sənin pisliyinə danışanların sözünü qəbul eləməz. Şözəb, sənsən, buyur. Ümidvaram ki, heç olmasa sən pis xəbər deməyəcəksən. Xəzinəni də paypış elədin. Bəs bu səskü nə vaxt yatacaq, ha? Nə oldu? Siz narahat olmayın, əmir. Gəl otur Şözəb. Otur. Ümidvaram ki, bu işlər əmirin xeyrinə tamamlanar. Xeyrini öz kisəndə saxla ki, bir savab aparasan. Bu səskü nə vaxt qurtaracaq? Nə vaxt? Allah bu cəmatın nəsli yeryüzündən kəssin. De Şözəb, xeyrini də görək, bəlkə bizə də bir şey çatar. Təəssüflər olsun ki, mənim üçün çox qorxulu bir həqiqət üzə çıxıb. Hətta onu deməyə belə utanıram. Məbadə şər bir şey deyəsən Şözəb, onsuz da qəzəbimdən boğuluram. Arxayın olun, əmir. Arxayın olun, çünki deyəcəyim şərrin sizə heç bir aidiyyatı yoxdur. Sadəcə məni kədərləndirir. Son vaxtlar inanmaq istəməsəm də, başa düşdüm ki, arvadım Məsihi Mariya Ələvilərin cəsusuymuş və mənə xəyanət eləyib. De görüm, düz eşitdin? Bəli, əmir. Bədbəxtlikdən düz eşitdiniz. Əcəbdir. Xəzinədar Şözəbin arvadı Ələvlərin cəsusuymuş. Bunu bilmək səni narahat eləyib, hə? Əcəbdir. Şözəb, de dərhal başını qırxıb qoca bir ulağa mindirsinlər. Bütün şəhəri gəzirsinlər ki, cəmaat da ona baxıb üzünə tüpürsün. Puh! Ziyarət etdiyimiz Həcərül Əsvədə and olsun ki, əgər hamilə olmasaydı, elə buyurduğunuzu da eləyərdim. Eyf ki, uşaq belimi qırdı. Onu Allaha bağışladım.
Onunla istədiyin kimi rəftar eləyə bilərsən. Sən ki öz mənfəətini bizim mənfəətimizə qurban elədin, bu bir dünyaya dəyər. Açığı, yavaş-yavaş sənə və işlərinə bədgüman olurdum. Xüsusilə də falçı ilə olan görüş məni çox narahat elədi. Sən bu etirafınla mənim bütün bədgümanlığımı aradan qaldırdın. Afərin Şozəb. Afərin. Bəni Üməyyəni sənin kimi adamlar yüksəklərə qaldıra bilərlər. Sən hamıdan etibarlı olduğunu sübut elədin. Allah köməyin olsun. Bundan sonra sənin yerin mənim gözlərimin üstündədir. Nə qədər ki bizim yanımızdasan, heç bir təhlükədən qorxumuz yoxdur. Mənə minnət qoydu Zəmir. Xanım, sizə ant verirəm, Allaha getməyin xanım. Xanım, siz olmasınız mənim bağrım çatlayıb ölərəm, ant verirəm Allaha. Reyhan, mənim bu evdə nəsibim intihardır. Yəhudi Hümeyrə, mənim və bu uşağın canına qəsd edir. Gərək gedəm, gərək bu uşağın canını qutaram. Onda bu kənizini də özündən apar. Reyhanə, danışdıq ki, israr eləməyəsən. Mənim qismətim dərbədərlikdir. Səni özümlə necə apara bilərəm? Üstəlik sən, gərək qalıb mənlə bu uşağın paklığına şəhadət verəsən. İndi şeirini sonuncu dəfə mənim üçün de, eşitmək istəyirəm. Darab, durub, vurursan, nə olub sənə can balam? Axı, səni çox sevirik, şirin, şəkər, gül balam. Mışıl, mışıl yatırsan, hər arzuna çatırsan.
باور کن تنها ماندی دلا Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین